günləri mən sizə Adriatik dəniz haqqında bir qısa məlumat vermək istəyirəm. Gördüyünüz bu dəniz Adriatik dənizdir, əzizlərim. Demək, bu dəniz çox təmiz və şəffafdır. Mən bu dənizə gələndə fobiyam var köpək balığına. Mən araşdırdım ki, burada hansı köpək balıqları var. Demək, məlumat əldə elədim ki, burada Çıqdan, Tikanlı, sonra 2 dənə çox təhlükəli mako və böyük ağ köpək balıqları yaşayır bu dənizdə. Amma bir dənə məlumatı qeyd edim ki, ümumiyyətlə köpək balıqlarının insanlara burada çox nadir hallarda qeyd edilibdir. Cəmi 2 dəfə olubdur. İlk 1955-ci ildə olubdur. Ümumiyyətlə üzmək üçün bu dəniz çox təhlükəsiz hesab olunur. Belə əzizlərim, həmçinin də bu yaxınlarda ekoloqlardan da dənizdə xəbər alınır. Demək, xəbər ondan ibarətdir ki, bu dənizdə delfinlər vardır, Montenegro. O da deməkdir ki, bu dəniz daha da təmizlənir, daha da təmizdir. Mən isə heyran edən həmçinin bu dənizin firuzə rəngi olmasıdır, əzizlərim. Ümumiyyətlə daha danışmayıq. Yaxşı budur ki, siz özünüz baxasınız və dənizdən zövq alasınız.